Fərz edək ki, damarlar bir şəhərin yollarıdır. Bu yollar bəzən çatlayır, bəzən isə çuxurlar yaranır, yəni damar zədələnir. Məhz o anda dövrəyə girən bir təmir qrupu var, trombositlər, PLT. PLT bu qrupda neçə işçinin olduğunu göstərir. Çox işçi olarsa, hər hadisəyə vaxtında yetişirlər. Az işçi olarsa, kiçik bir qəza belə böyük qan itkisinə çevrilə bilər. MPV. MPV komandanın ortalama boyudur, həcmidir. Boylar böyükdürsə, sahədə gənc və güclü ustalar var deməkdir. Boylar kiçikdirsə, yorğun və gücsüz işçilərin çalışdığı mənasına gəlir. PDV. PDV qrupdakı boy müxtəlifliyini göstərir. Müxtəlif boylar varsa, əgər uzun ustalar, orta boylu kalfalar və qısa boylu təcrübəsiz ustalar bir yerdədirsə, bu, bələdiyyənin, orqanizmin davamlı olaraq yeni işçilər qəbul etdiyini göstərir. Hər kəs eyni boydadırsa, uzun müddətdir yeni işçi alınmadığını və komandanın köhnə, eyni şəxslərdən ibarət olduğunu bildirir. PCT bütün işçilərin tutduğu ümumi sahədir. Bu dəyər işçilərin sayıyla boylarının birləşməsindən asılıdır. İşçilər həm çox, həm də iridirsə, böyük bir sahəni əhatə edirlər və müdafiə güclü olur. İşçilər həm az, həm də kiçikdirsə, tutduqları sahə daralır və zədələrə qarşı müdaxilə zəifləyir.